Növbəti bir mənzildə hamınıza salam deyirəm dəyərli YouTube kanalının izləyiciləri. Yasamal rayonu Yeni Yasamal qəsəbəsi Vital Klinikasının yaxınlığında yeni tikili 12 mərtəbəli binanın 7-ci mərtəbəsindəyik. Burada 135 kvadrat ölçülü, yeni təmir olmuş, təmirdən sonra yaşayış olmayan 4 otaqlı, kupçalı bir mənzili sizlərə təqdim edəcəm. Mənzil haqqında tam məlumatları sizlərə verəcəm, proyekt haqqında danışacağım və videonun sonlarına yaxın qiymət haqqında da sizlərə məlumat verəcəm. Xahiş olunur, təqdimatdan öncə kanalımıza abunə olub, videonu bəyənməyi unutmayın. Keçək mənzilin təqdimatına dəyərli izləyicilərimiz. Çox gözəl bir proyekti var. Burada mənzilin giriş qapısı yerləşir. Daxil olduqda belə bir gözəl dəhliz hissə bizi qarşılayır. Sağ tərəfdə yığılmış qardırop hissəsi, tam qarşımızda güzgülü açarlıq hissə yerləşir. Döşəmədə qranit mərmər və istifoldan istifadə olunub. Bütün otaqların girişi dəhliz hissələndir. Burada ilk öncə mənzilin qonaq otağı qarşılayır. Baxın, belə bir gözəl qonaq otağı var. Divarda lepka emulsiyadan istifadə olunub. Döşəmədə keyfiyyətli laminat vurulub. Çılçıraq pərdələr tam şəkildə yerləşdirilib. Tam qarşımızda bu şəkildə gözəl bir TV stand hissə yığılıb dəyərli izləyicilərimiz. Burada eyvan hissə olub. Eyvan hissə mənzilin qonaq otağına qatılaraq qonaq otağı biraz da genişləndirilib. Geniş bir qonaq otağı düzəlib. Baxın, bu şəkildədir. Müasir dəbə zövqə uyğun şəkildə təmir olunub. Təmir zamanı keyfiyyətli materiallardan istifadə olunub. Qonaq otağının gözəlliyini gördünüz əziz izləyicilərimiz. Baxın, bu şəkildə gözəl bir divar işləmələr, mebel işləmələrlə təchiz olunub. Qazı, suyu, işığı daimidir, sənədi kupçadır, dövlət ipotekasına tam yararlıdır. Burada mənzilin hamam tualet hissəsi yerləşir. İlk öncə mənzilin tualet hissəsini görürsünüz. Divar içi santexnik əşyalarla təchiz olunub. Döşəmədə istifoldan istifadə olunub. Burada mənzilin hamam otağı yerləşir. Bu şəkildədir. Baxın, hamam otağı da çox gözəl bir hamam otağı var. Burada da həmçinin döşəmədə istifoldan istifadə olunub. 135 kvadrat ümumi sahədir. 4 otaqlı bir mənzildir. Burada mənzilin gözəl bir geniş mətbəx hissəsi yerləşir. Mətbəxin pəncərələri tam vitrin yerdən pəncərədir. Eyvana çıxış hissəsi mövcuddur. Belə bir gözəl mətbəx hissə düzəlib. Baxın, görürsünüz, çox gözəldir. Döşəmədə 60-ın 1.20-yə qranit mərmərdən və istifoldan istifadə olunub. Belə bir aksesuarlıq hissələr. Baxın, bu hissədə bu şəkildədir. Yəni, gördüyünüz kimidir. Çox gözəl spot işıqlardan istifadə olunub. Burada mənzilin birinci yataq otağı yerləşir. Baxın, uşaq yataq otağıdır. Buradan da eyvana çıxış mövcuddur. Tam vitrin pəncərədir. Buradan da baxın, bu şəkildədir. Tam vitrin pəncərə ilə eyvana çıxışdır. Mənzildən birbaşa 308 nömrəli məktəbdə görünür. 308 nömrəli məktəbin tam yaxınlığındadır. Yeni tikili 12 mərtəbəli binanın 7-ci mərtəbəsindədir. 2 lift var. Geniş həyət mövcuddur. Burada mənzilin ikinci yataq otağı yerləşir. Baxın, ikinci yataq otağımız bu şəkildədir. Otaqlarda kondisioner xətti çıxarılıb. Baxın, belə bir İkinci yataq otağı yerləşir. Burada isə mənzilin 3-cü yataq otağı yerləşir. Baxın, 3-cü yataq otağımız da bu şəkildədir. Mənzilimiz Yasamal rayonu Yeni Yasamal qəsəbəsində yeni tikili binada yerləşir. İndi isə mənzil haqqında tam məlumatı və qiyməti sizlərə qeyd edəcəm. Mənzilimiz Yasamal rayonu Yeni Yasamal qəsəbəsi, Dadaş Bünyazədə küçəsi, Vital Klinikasının yaxınlığında 308 nömrəli məktəbin tam yanında. Yeni tikili 12 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşir. 135 kvadrat ümumi sahədir. Qanuni 3 otaqdan 4 otağa düzəlib və bütün otaqların pəncərəsi var. Sənəd kupçadır, qeydiyyatda heç kim yoxdur. Birbaşa notarial qaydada alqı-satqı edə bilərsiniz. Qiymət 298 min manatdır. Real alıcıya indirim olunacaqdır. Mənzil haqqında bu qədər. Növbəti çəkilişdə və mənzildə görüşənədək.